mətni necə oxumaq, onu necə tətbiq eləməyin yollarını mən ilk dəfə atamdan öyrəndim. O zəmanəsinin üveysi qərənisi idi. Peyğəmbəri görmədən sevməyin məktəbi idi. Biri bir başqasına deyirdi ki, bəs əgər şeiri lap dərin bilmək istəyirsənsə, anlamaq istəyirsənsə, hər həftə Maigildə məclis var. Hacı Mahir xeyli sayda bizim gənc yazarlarımızı xalqa tanıtdıra bildi. Sənin bir dənə qəzəlin var, o da naqis. Bizlərlə hamısı naqisdir. Məclis dağılandan sonra hamı durub gedəndə qeyd dedi ki, sən dayan bir dəqiqə. Mən dayandım, demə görəsən nə oldu? Bura bax, sən həm şairsən, həm oxuyansan. Vaxtı dedim gəl. Mehdi Seyzadı qumbaranı bağlayandı, bir dənə cümlə söz deyir. Bu da axırı.